Herkese bugünkü mövzumuz 6. sınıf İngiliz dili ve summative cümlelendirme 2. Choose the correct definition of the word charity. Charity yani xeyriye. Eager to learn or know. Öğrenmək, bilmək həvəsi. Xeyr, bu A variantı deyil, B variantıdır. Ehtiyacı olanlara kömək, pul, qida və sair vermək. Very cold, çox soyuq bu deyil. An act of hunting wild animals. Vəhşi heyvanları ovlamaq. Xeyr. Choose the antonym of the word generous. Generous sözünün antonimi generous, yəni alicənab, əl açıq deməkdir. Interesting uyğun deyil. Lazy deyil, tənbəl deməkdir. Quiet, sakit. Selfish, egoist. Choose a line of nouns, isimlər sırası. Punish, feildir. Share, feildir. Hunger, aclıq, isimdir. Charity, isimdir. Important, sifətdir. Pretty, sifətdir. Reduce, feildir. Azaltmaq. Survive, xilas olmaq, yenə feildir. Uncountable nouns istəyir. Yəni sayılmayan isim. Money sayılmır, amma picture sayılır. Flower sayılır, packet sayılır. Ümumiyyətlə sayılmayan isimlərin bir neçə əsas xüsusiyyəti var. Onlardan biri qarşılarında en artiklı işlənməz. En-in mənası bir olduğuna görə sayılmayan isimləri biz saya bilmədiyimizə görə biz onları təkdə olsa da qarşılarında en artiklı işlədə bilmərik. Və qarşılarında miqdar sayıları işlənməz. Bu ikinci əsas xüsusiyyət və üçüncü əsas xüsusiyyəti isə S, is cəm şəkilçisi qəbul eləməzlər. Yəni bu isimlər həmişə təkdə olan isimlərdir. Cəm, cəm deməkdir. Sugar, şəkər də sayılmır. Water sayılmır, amma a river sayılır. Ona görə C variantı. Choose a line of common nouns. Common, ümumi isimlər deməkdir. Baxın, xüsusi isimdir, ümumi isimdir. Xüsusi isim, xüsusi isim, ümumi isim. Hər ikisi xüsusi isim, xüsusi isim. İsmindir, sifətin düzgün dərəcəsi. As-lə biz sifətin adi dərəcəsini istifadə edirik. Choose a correct numeral, düzgün rəqəm. He lives in... Deməli, ikinci mərtəbə məsələn, the second floor. A second saniyə deməkdir, bir saniyə. A twice, belə bir ifadə ola bilməz. Twice iki dəfə söz var. Compound noun, deyir hansı cümlələrdə mürəkkəb isimlər işlənib. Deməli, düzəltmə isimdir. Nes şəkilçisi var. Bedroom, mürəkkəb isimdir. Bedroom. Flowers in the garden. Deməli, burada deməli adi isimdir, adi isimdir. He was known for his heroism də düzəltmə isimdir. My grandma is good at. Good at-dən sonra feil veririksə, yəni onda biz ing artırırıq. Ümumiyyətlə feilləri isimləşdirən zaman biz onlara ing artırırıq. Translate, to be lucky, xoşbəxt olmaq, şanslı olmaq. Şanslı, uğurlu olmaq, şanslı olmaq. Alien, yat planetli. Pollution, çirklənmə. Cümləni tərcümə etməliyik. We should respect the old. The old, yəni qocalar, substantivləşmiş, yəni isimləşmiş sifətdir. Biz qocalara hörmət etməliyik.
Düzgün sözün altına xətt çəkin. Uşaqlar, bunlar da kəmiyyət sifətləridir və deməli, sayılan və sayılmayan isimlərlə işlənməsinə görə fərqlənirlər. Many, a few sayılan isimlərlə işlənir. Much, a little sayılmayan isimlərlə işlənir. A lot of isə həm sayılan, həm sayılmayan isimlərlə işlənir. There are many apples sayılır deyə many olur burada. Give me water sayılmır deyə a few ola bilməz, a little. Buy bread sayılmır, a little. Sonra we need money sayılmır, much olacaq. A lot of children cəmdə olan sayılan isimdir, a lot of olacaq. Choose the correct modal verbs. Cut all the trees in the world. Deyir ki, biz dünyada ağacları kəsməməliyik. Keep our environment clean. Biz öz mühitimizi, ətraf aləmi təmiz saxlamalıyıq. Choose the correct tense forms. Cavemen, yəni mağara adamları more than 2 million years ago, 2 milyon il əvvəl yaşayıblar. Keçmiş dövrdən danışdığına görə, ago olduğuna görə biz keçmiş sadə zaman götürürük burada. I'm sure kimi, I think, I'm sure, I promise. Bu tipli ifadələrdən sonra gələcək sadə zaman götürürük. Ümumiyyətlə, həm də tomorrow var da burada. Read the text and answer the questions. Mətn oxuyun və suallara cavab verin. The British traditionally celebrate Mother's Day in March. Britaniyalılar ənənəvi olaraq Analar gününü mart ayında keçirir. The holiday appeared in those times when many girls worked away from home as domestic servants. Deməli, çox qızların evdə servant, yəni xidmətçi kimi işləməsindən sonra bu bayram peyda oldu. It gave them an opportunity of going home to see their mothers. Bu onlara şans verirdi ki, onlar evlərinə getsinlər və analarını görsünlər. The custom remained in our days and is Mother's Day of. Deməli, bu ənənə bizim günlərimizdə, bizim vaxtımızda da qaldı və anaların tətil günüdür, istirahət günüdür. People visit their mothers and give them small presents. İnsanlar analarına baş çəkir və kiçik hədiyyələr verirlər. If they can't go, they send a postcard. Əgər gedə bilməsələr, onlar açıqca göndərirlər. On this day, families try to see that mothers have as little work as possible. Həmin bu gün ailələr çalışır ki, analarının mümkün qədər daha az işi olsun. The passage is mainly about domestic servants' day, the holiday for all mothers. Analar günü, bəli. Analar günü haqqındadır. What does the underlined word refer to? Altına xətt çəkilmiş söz nəyə aiddir? Deməli, söhbət the holiday-dən gedir. Və ona görə də biz burada the holiday seçirik. Which word in the passage has the meaning to go to see a person or a place? Hansı sözün mənası bir yerə gedib, bir şəxsə və ya bir yerə səfər etmək, baş çəkmək, to visit. What do people do on Mother's Day? Analar günü insanlar nə edir? They visit their mothers and give them small presents. Okay, bu videoluq bu qədər. Ümid edirəm işinizə yarayar, kömək dəyər uşaqlar. Kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.